Salam dostlar. Bugünkü video Gevromax S1000 HD Plus resiveri hakkındadır. Gördüğünüz bu resiverin yeşiğidir. Gördüğünüz kimi resiver açılır. Eyni o bir resiverlərdir. Heç bir fərqi yoxdur. Wi-Fi bölümündən buradan axtarışa verib, yaşıl düymə ilə axtarışa verib internetə qoşulursunuz. Hazırda mən paralı şifrəni yazmışam. İnternetə gördüyümüz kimi qoşulur. Resiverin internetə qoşulduqdan sonra burada baxdığımız bölümlərdə FTV server, buran lokal FTV ekstrem. O qeyd edim, resiverdə 1 illik FTV paketi var. 1 il ərzində baxa bilərsiniz. Bu FTV lokal FTV bölümündən, World FTV bölümündən baxa bilərsiniz. Baxırıq. Demək 6605S dəstəklidir. Yeniləmə bölümündən buradan flash kartla da yeniləyə bilərsiniz və internet üzərindən də yeniləmə verdikdə amma gəlmir. YouTube bölümü işləyir. YouTube Kids bölümü işləyir. TikTok bölümü işləyir. Megogo bölümü mən yoxladım işləyir. VTV işləyir. Kanalları buradan redaktə edib, silib, yerləşdirib, yerlərini dəyişə bilərsiniz. Axtarış isə burada anten setting bölümündən istədiyiniz Sputnikləri əlavə edib, TürkSat mövcuddur menüdə, AliExpress yoxdur, istədiyiniz Sputnik üzərinə əlavə edə bilərsiniz. Hazırda mən ABC Sputnikinə burada biz şifrə ilə gedən kanalı yığmışam. Qeyd edim, resiverdə hazırda baxdığımız kimi Virtual Sport bu biz şifrə ilə gedən kanaldır. Onları açdıqda bizə burada pultun üzərində oku vurduqda gördüyümüz kimi burada 0 düyməsini sıxmaqla BIS2 ekrana gəlir. Və pultun üzərində olan 0 düyməsi, burada 0 düyməsini vurduqda gördüyümüz kimi BIS şifrə ekrana gəlir və buradan yazırıq onun. Göy düymə iləsə yaddaşa vermək. Oku vurdu və gördüyümüz kimi bu BIS şifrə ilə gedən kanalları açmaq rahat olur. Demək, menü vurduqda 7 düyməsini 4 kəs sıxmaqla key bölümləri ekrana gəlir. 7 düyməsi. Gördüyümüz kimi BIS şifrələr ekrana birbaşa key menü ekrana gəlir. Access Directory, Powerview, Thunderbird, BIS. Qeyd etdiyim kimi 7 düyməsi. 7. Və 5 düyməsini 4 kəs sıxmaqla isə protokol menü gəlir. Gcam, server, Nefcam. Bölümləri də Media Center bölümündən gəlir. X bölümü bağlandı və 5 düyməsini 4 kəs sıxmaqla X enable plus enter Media Center protokol. Demək, Media Center bölümündən
ok etməklə biz protokol bölümünə daxil ola bilirik. Place enter to media center. Bu gördüyümüz bu bölümlə media center bölümündə gördüyümüz kimi protokol bağlıdır, ok edirik. Gördüğümüz kimi CZK, Nefcam, Naşari bölümləri var. Of bağlayırıq. Hazırda 5 düyməsi X tisabli. X pas bölməsi artıq bağlandı və baxırıq burada bu bölümdə yoxdur. Yine eyni qaydada 5 düyməsini 4 kəs sıxmaqla Media Center bölümündə gördüyümüz kimi protokol bölümü çıxır. İzlədiyiniz üçün təşəkkür edirəm.